Qarabağın səsi, musiqi ilə könüllərə yol alan canlı görüş. Şair İxtiyar Dönməz və Ülviyə Qasımovanın təqdimatında yayımlanan Qarabağın səsi musiqili proqramı Qarabağın zəngin musiqi irsini və söz sənətini bütün dünyaya çatdıracaq. Proqramda bölgəmizin sevilən xanəndələri, müğənniləri, musiqiçiləri və saz söz adamları Xarı Bülbül ansamblının müşayiəti ilə bir araya gələrək tamaşaçılara unudulmaz musiqi anları bəxş edəcəklər. Qarabağın nəfəsi, muğamın sehri və sazın ecazkar səsini bir arada yaşamaq üçün bizi izləyin. Hər həftənin bazar ertəsi saat 22:00-da canlı yayımda Qarabağın səsi YouTube kanalında. Qarabağdan dünyaya ucalan səsə siz də qoşulun. Axşamınız xeyir olsun. Qarabağın səsi verilişinin dəyərli izləyiciləri. Xoş gördük sizləri. Hər həftə olduğu kimi bu həftə də biri-birindən gözəl qonaqlarla görüşünüzə gəlmişik. Axşamınız xeyir olsun. Qarabağın səsi verilişinin izləyiciləri. Hər həftə olduğu kimi Ülviyə xanımın sözünə mən də qoşuluram. Sevilən və öz mahnıları ilə, öz səsləri ilə hər birimizin qəlbini xoş edən, feyziyab edən bizləri gözəl müğənnilərlə sizlərin görüşünüzə gəlmişik. Və Ülviyə xanım elə vaxt itirmədən ilk qonağımızı dəvət edək. Və əlbəttə ki, verilişimizin sponsorları haqqında da mən bir kəlmə demək istəyərdim ki, verilişimizin baş sponsoru Alsı Mol Ticarət Mərkəzi. Ağdam Ağcabədi yolunda Şərəfxanlı kənd ərazisində tam orta məktəblə üzbəyiz gözəl bir məkanda 3 mərtəbəli gözəl bir ticarət mərkəzi olan Alsı Mol Ticarət Mərkəzinin rəhbərliyinə şəxsən Hacı Fay qardaşımıza çox sağ ol, var ol deyirəm və növbəti sponsorumuz bizim üçün çəkilişlərimizi çəkməyə, belə bir gözəl şərait yaradan, misilsiz xidmətlərə görə, ləziz yeməklərə görə Ay İşığı Ailəvi İstirahət Mərkəzinin rəhbərliyinə, o cümlədən Anar müəllimə təşəkkürümüzü bildiririk. Kəhrizli kənd ərazisində yerləşən, hər birimizin ürəyimizcə olan gözəl, qayğıkeş, gülərüz personalı ilə, ləziz yeməkləri ilə hər birimizin xidmətində duran Ay İşığı Ailəvi İstirahət Mərkəzinin rəhbərliyinə təşəkkür edir. İxtiyar müəllim, istəyirəm qonağımızı dəvət eləməmişdən əvvəl Qarabağın səsi verilişinin ansambl olan Xarı Bülbül ansamblunu, Xaləddin Ayazoğlu'nun rəhbərliyində Xarı Bülbül ansamblunu salamlayaq. Daha sonra qonağımızı təqdim edək. Və vaxt itirmədən qonağımızı dəvət edək. Sevilən müğənnimiz, ilk qonağımız Mələk xanım Ağcabədilini dəvət edirəm. Buyursun.
Mələk xanım Ağcabəddili. Mələk xanım, xoş gəlmisiniz. Buyurun, keçin, əyləşin. Xoş gəlmisiniz Mələk xanım. Gözəl ifaya görə təşəkkürümüzü bildiririk. Və növbəti qonağımızı dəvət Bəli, növbəti qonağımızı dəvət edəcəyik verilişimizə. Növbəti qonağımız Mingəçevir şəhərindən gələn qonağımız. Sevimli müğənnimiz Elnarə Qarabağlını dəvət edirik. Suya dönüp bakma ömür. Ah senden doymamışam, bir elvida deyim gedim. Ah senden doymamışam, bir elvida deyim gedim. Ömür beni tələstirmə, bir elvida deyim gedim. Eğer bende günah varsa günahları yuyup gedim. Işık eyle yollarımı, açım sana kollarımı. Işık eyle yollarımı, açım sana kollarımı. Ömrü şirin anlarını nefesinde duyum gedim. Ömrü şirin anlarını nefesinde duyum gedim. Ömür beni tələstirmə, o yolları yuyum gedim. Eğer bende günah varsa günahları yuyum gedim. Ömür beni tələstirmə, bir elvida deyim gedim. Eğer bende günah varsa günahları yuyum gedim. Ömür beni tələstirmə, bir elvida deyim gedim. Eğer bende günah varsa günahları yuyum gedim. Çok sağ olun. Teşekkür. Çox sağ olun, var olun gözəl ifaya görə. Elnara xanım, buyurun keçin əyləşin. Bir daha xoş gəlmisiniz. Uzaq yol qət edib, bu günləri bizim dəvətimizi qəbul edib verilişə gəlmisiniz. Çox sağ olun, var olun dedi və növbəti qonağımızı dəvət etmək istəyərdim, amma istəyərdim ki, Ülviyə xanım, o qonağı da siz dəvət edin, buyurun. Çox böyük məmnuniyyətlə növbəti qonağımızı Ağdam Qaradağlı kənd Uşaq Musiqi Məktəbinin müəllimi, sevilən xanəndə Qarayev Fəqanini dəvət eləyəcəm. Gel 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 bize, gelin köçümü gel bize. Anam seni gözləyir, gelin köçümü gel bize. Gel 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 bize, gelin köçümü gel bize. Anam seni gözləyir, gelin köçümü gel bize.
Bir daha sizə xoş gəlmisiniz deyirəm. Buyurun, əyləşin. Çox sağ olun. Fəqani qardaşımız bizim dəyərli dostumuzdur. İllərdir bir deyək də birlikdə toy şənliklərində iştirak etmişik. Fəqani müəllim, xoş gəlmisiniz bir daha. Gələn ayaqlarınız var olsun deyirəm. Hər üçünüzə mən üzümü tut deyirəm. Çox sağ olun, var olun ki, bizim dəvətimizi qəbul edib verilişimizə qonaq gəldiniz. Gələn ayaqlarınız var olsun deyirəm. Buyurun, elə ilk olaraq. Elə Fəqani müəllimə ilk olaraq söz vermək istəyirəm. İstəyirəm bizim Qarabağın Səsi izləyiciləri Fəqani müəllimi daha yaxından tanısın. Fəqani müəllim, bizim tamaşaçılarımıza özünüz haqqında siz danışın. Əvvəla mən İxtiyar müəllim, sizin bu verilişinizi təbrik edirəm. İnşallah davamlı olar. Musiqiçilərimizi də salamlayıram. Hamısı bir-birindən gözəl musiqiçilərdir. Xanım, siz də, qonaqlarımızı da salamlayıram. Mən Qarayev Fəqani, Ağdam rayon Mərzili kənd sakiniyəm. Asəf Zeynalın adına musiqi kollecini bitirmişəm. Müəllimim Qəzənfər müəllim Abbasoğlu olub. Buradan ilə Qəzənfər müəllimə də salamlarımı çatdırıram. Keçən səfər mən sizin verilişinizə baxdım. İxtiyar müəllim, Elmir Qəhrəmanovu dəvət eləmişdiniz. Elmir Qəhrəmanovla mən tələbə yoldaş olmuşam. Mən o haqda bir balaca istəyirəm ki, sizə məlumat verəm. Axırıncı kursda oxuyurduq, dövlət imtahanı verirdik. Nəysə, mən şur muğamı oxuyurdum. Xanəndələrdə qutaranlar hamısı bir muğamı oxuyurdu, Qəzənfər müəllim qulaq asırdı. Mən sizi inandırım ki, Elmir Qəhrəmanov orada bir dənə Bayat Şiraz oxudu. İnan Allaha, hələ mən bu günə qədər bütün demək olar ki, muğamların hamısına qulaq asıram, hamısına məlumatım var. Bütün xanəndələr 7-dən 77-yə qədər hamısını... Bir dəqiqə. İndi mən də deyim ki, mənim də məlumatım var. Bax, həmin an Qəzənfər Abbasov hansı hərəkət eləyib onu denən? İnan Allah. Yadındadır? Bəli. İndiyəcən yadımdadır. Bu da bir sarı kutka giyinmişdi. Qışın günü idi, özdə siz nətər belə... Mən ona baxanda üşüyürdüm. Dedim, hayır, bu nə giyimdi belə, qardaş başına dönüm. İnan Allaha bir Bayat Şirazı oxudu. Bayat Şiraza bir Dilruba elədi, bir Xavəran elədi. Qəzənfər müəllim belə qoydu, üzünə dedi, bala, sən nə qarısan? Bir də bir Bakılı müəllimimiz var idi, konsert mesteri idi. Adı yadımdan çıxıb, üzrü hesab eləsin. Durdu belə, tarı qoydu yerə, baxdı belə dedi, bay dədə, vay. Bu nədir belə, belə səs olar. Həqiqətən yəni mən Elmirin oxumaqlarını görmüşəm. Elmir 3 il Asəf Zeynallıda bir qutarmışıq. Elə buradan da Elmiri salamlayıram. Çox şad oldum ki, onun yeni sənətə qayıtmağına görə həqiqətən sevindim. Təşəkkür edirəm. Və elə efir vasitəsilə keçən verilişlərin birində Elmir Qəhrəmanov bizim qonağımız idi. Onun elə söhbət düşdü, baxıb da söhbət elədi. Mən də Elmir qardaşımıza çox sağ ol, var ol deyirəm. Salamlayıram Elmir. Və bir də bir söz deyim. Sənətçi var, görsən ki, muğam oxuyur. Məsəl üçün bir şur oxuyur, rast oxuyur, nəsə də bir dilkeş oxuyur. Amma elə əvvəl nə cür başlayır, o cür də qutarır. Amma Elmir hardan başlayır, hara girir, oradan vurur, oradan çıxır. İnanırsan, elə özün məhtəl qasan ki, bu neyinir? Elmir dəryadır. Dəryadır, sağ ol. Fəqan müəllim, çox sağ ol, var ol. Elnara xanım, xoş gəlmişsiniz. Mikrofonu götürün. Xoş gördük. Buyurun, siz də bizim bir veriliş haqqında öz ürək sözlərinizi deyin. Xeyirli uğurlu olsun verilişiniz. İnşallah davamı gələnlərdən olar. Allah qoysa. Mən Elnarə Qarabağlı, Mingəçevir şəhərindən təşrif buyurmuşam. Çox sağ olun, siz məni sahib seçib dəvət elədiyiniz üçün. Dostlarımıza da salamlayıram. Mələk xanımdır. Amma əslən Ağdam. Əslim Ağdamlıdır, bəli. Elnarə xanımın səsində bir Qarabağlı səsi var da. Yəqin ki, hiss edirsiniz. Xoş gəlmişsiniz Elnarə xanım. İnşallah irəliləyən dəqiqələrdə Elnarə xanımdan yeni ifalar eşidəcəyik. Təşəkkür. Mələk xanım, xoş gəlmişsiniz. Xoşunuza gələk inşallah. Əvvəlcə Xiyar müəllimi salamlayıram. Musiqiçilərimizi salamlayıram. Xanımızı salamlayıram. Dəyərli sənətkarımızı salamlayıram. Uğurlu düşərli olsun müəllim verilişiniz. İnşallah bundan da yaxşı gözəl günlər olsun inşallah. Çox sağ ol, var ol, təşəkkür edirik və əlbəttə ki, Xarı Bülbül ansamblı Xaləddin Ayazoğlu rəhbərliyi ilə bu gələn qonaqları müşahidə edirlər. Özdə bütün qonaqlar da razı gedirlər. Mən verilişdən sonra da əlaqə saxlayıram ki, ola bilər musiqiçilərlə indi toylara düşürlər, yoldaşdırlar, ola bilər ki, utanarlar, nəsə bir söz deməzlər. Deyirəm ki, məsəl üçün Fəqani müəllim, Elmir müəllim, musiqiçilər sizi razı saldı mı, necə müşahidə elədilər, hamısı əhsən deyir, eşq olsun deyirlər. Mən sizlərə çox sağ olun. Maşallah olsun İxtiyar müəllim, hər biri istedadlıdır. Hər biri. Başda Xaləddin müəllim olmaqla
bütün Xara Bülbül ansamblı istedadlıdır. Və mən söz vermişdim ki, hər efir hikmətli sözlərlə sizlərin görüşünüzə gələcək, amma az sonra. Mələk xanımla bir gözəl ifa eşidək.
olun, Mənə xanım. Gözəl ifaya görə təşəkkürümüzü bildiririk. Elə toy şənliklərində gözəl ifalarınız kimi verişdə də gözəl ifanızın şahidi olduq və istəyirəm ki, Ülviyə xanım ansambla... Bəli, istəyirəm ansambla söz verək. Xalidin Ayazoğlu'nun rəhbərliyi ilə Xarı Bülbül ansamblından bir gözəl ifa işləyək. Amma mən hər dəfə demişəm ki, musiqiçilərin xəbəri olmadan mən musiqini seçəcəm. Necə ki, oxuyan ifaçılardan birdən qəfildən deyirəm ki, hansısa mahnını mən ansambldan bir baş sartel istəyərdim. Havası, buyur Xalid müəllim.
Möhtəşəm. Çox sağ ol. Xalədin, gözəl ifa, möhtəşəm ifa. Hər birinizə təşəkkürümüzü bildiririk və Ülviyə xanım növbəti qonağımıza söz versin. Bəli, istəyirəm yenidən Elnarə xanıma söz verəm. Elnarə xanımın ifasında gözəl bir mahnı eşidək. Elnarə xanım, buyurun. Çox sağ olun. Buyurun Elnarə xanım, gözəl ifanızı eşidək.
Çox sağ olun. Var olun Elnara xanım. Təşəkkürümüzü bildiririk. Mən Fəqani müəllimə söz verməmişdən öncə istəyirəm ki, sözümü tutam. İzləyicilərimizə söz vermişdim ki, hər həftə hikmətli sözlərlə sizlərin görüşünüzə gələcəyik. Bir-iki hikmətli sözlər deyək, ondan sonra Fəqani müəllimdən gözəl bir ifa işləyək, sonra əlbəttə ki, Xara Bülbül ansamblından bir dənə də bir ifa işləyəcəyik və yekunda da Ülviyə xanım, siz nə cür səsəniz, o cürdə sonluq verəcəyik verilişimizə. Qaranlıq aydınlıqdan, yalan doğrudan qaç. Günəş tək də olsa ətrafa işıq saçar. Unutma, yaxşıların qədəridir yalnızlıq. Qarğalar sürü ilə, qartallar tənha uçar. Hər aya baxışında məni xatırla. Göz ulduzlara dikilərsə, gözlərinə baxdığımı unutma. Ovcuna bir yarpaq düşərsə əllərimdir, onu əsla buraxma. Səni gündə bir dəfə düşünürəm, o da mənim 24 saatımı alır. Fəqani müəllim, bir gözəl bir ifa. Mən bir qonaqlarımıza da nəzərə çatdırım ki, yəni musiqiçilərin yanına getməyə ehtiyac yoxdur. Yəni əyləşdiyiniz yerdən də oxuya bilərsiniz. Buyur Fəqanim. Hatıraya döndü öten sevgimiz, kimlere yandandı bitti sevgimiz. İndin yad ocağda yüzünürük biz, hey bu sevgiye tez getdi hədər. Kimsə sevə bilməz səni mən qədər, kimsə sevə bilməz səni mən qədər. Həsrətin qəlbimi yandırıb yaxır, gözlərim getdi yollara baxır, gözlərim getdi yollara baxır. Göz yaşın qəlbimə gizlicə yaxır, göz yaşın qəlbimə gizlicə yaxır. Didir ürəyimin bu həsrət kədər, kimsə sevə bilməz səni mən qədər, kimsə sevə bilməz səni mən qədər. Gözlərim çoxdan vurulub gözlərinin qarəsinə, çün qaşlarım bənzir göydəki ay parəsinə. Bir gün görməsəm səni, ey mənim visal həsrətim, mehmanidir aşiqin ayrılıq qəmxanəsinə. Eşqində olanı əsir, şairlik düşmüş meynimə, rəhm eylə gözəlim məhəbbət avarəsinə. Ondan visal dilədim, dərdimə dərman istədim, çarə qılmaq istəmir, çarəsiz biçarəsinə. Ürəyimin yarısını alıb apardın gözəlim, insaf et, zülm eləmə, yerdə qalan parəsinə. Görürəm sən də şair, öz gülünün xəstəsisən, qəzəllərin bənzir bülbülün ah-naləsinə. Ay Fəqani, sevdiyin gözəl sənə qiymət vermir, boş yerə yazma qəzəl, eşqinin əfsanəsinə.
Bu qaram ömrümün itim mənası, bu qaram ömrümün itim mənası, buna kam sevgimə tutmuşam yası, tutmuşam yası. Sen bir özgə yar körpə yanası, sen bir özgə yar körpə yanası. Olsan da yadında qalsın bu sözlər, kimsə sevə bilməz səni mən qədər. La 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 la. La 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 la. La 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 la. Gecə xəlbətcə bizə sevgili yar gəlmiş idi, üzü aydan da gözəl nazlı nigar gəlmiş idi. Gecə xəlbətcə bizə sevgili yar gəlmiş idi, üzü aydan da gözəl nazlı nigar gəlmiş idi. Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni. Odlara yandı dilim, odlara yandı dilim, sanki şərar gəlmiş idi. Gecə xəlbətcə bizə sevgili yar gəlmiş idi, özü aydan da gözəl nazlı nigar gəlmiş idi. Gecə xəlbətcə bizə sevgili yar gəlmiş idi, özü aydan da gözəl nazlı nigar gəlmiş idi. Yetirib xəlbəti baxdım, baxdım, oxçunun oğlağına körpə şikar gəlmiş idi. Ona mən göz yetirib xəlbəti baxdım, baxdım, oxçunun oğlağına körpə şikar gəlmiş idi. Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni. Odlara yandı dilim, odlara yandı dilim, sanki şərar gəlmiş idi. Gecə xəlbətcə bizə sevgili yar gəlmiş idi, özü aydan da gözəl nazlı nigar gəlmiş idi. Gecə xəlbətcə bizə sevgili yar gəlmiş idi, özü aydan da gözəl nazlı nigar gəlmiş idi. Gecə xəlbətcə bizə sevgili yar gəlmiş idi, özü aydan da gözəl nazlı nigar gəlmiş idi. Gecə xəlbətcə bizə sevgili yar gəlmiş idi, özü aydan da gözəl nazlı nigar gəlmiş idi. Teşekkür edirik. Çox sağ ol Fəqani müəllim. Gözəl ifaya görə. Fəqani müəllim, məndə olan məlumata görə mən biraz bundan öncə məlumat əldə etdim ki, sizin tələbəniz olub Mələk xanım. Kesin eləşin. Bəli, bəli, çox düz məlumatdır. Bu günləri nə xoş halınızda ki, Mələk xanım, müəlliminizlə bir səhnəni bölüşürsünüz. Mən bir daha sizlərə təşəkkürümü bildirirəm, dəvətimizi qəbul edib gəldiyiniz üçün. Ülviyə xanım, çox sağ olun, var olun, belə bir gözəl qonaqlar seçib dəvət etmişsiniz. Bəli,
Mələk xanım da, Elnarə xanım da, el şənliklərindən, toylardan hər kəs sevir, izləyir. Bugün də istədim Qarabağın səsi izləyiciləri Mələk xanım da, Elnarə xanım da daha yaxından tanısın. Xoş gəlmisiniz. Bir daha təşəkkür edirəm hər birinizə. Hə, İxtiyar müəllim, istəyirəm sonda sözü Xarı Bülbül ansamblına verəm. Xaləddin Ayazoğlu'nun rəhbərliyində Xarı Bülbül ansamblı Fərhad Hüseynoğlu'nun ifasını işləyəcəyik sonda. Ondan sonra da tamaşaçılarımızla sağollaşacağıq. Mən bir daha bizi izləyən tamaşaçılarımıza da təşəkkürlərimizi bildiririk ki, bizi izləyirlər, sevə-sevə hər həftə bizim verilişimizi gözləyirlər və ansamblın ifasından öncə sponsorlarımız haqqında qısa bir məlumat verim. Verilişimizin baş sponsoru Alsu Mall Ticarət Mərkəzi. Ağcabədi Ağdam şosesində, Şərəfanı kənd ərazisində, tam orta məktəblə üzbəyiz, gözəl bir məkanda yerləşən 3 mərtəbəli gözəl bir ticarət mərkəzi və müdür, rəhbərlik, belə deyək də, Hacı Faiq qardaşımız başda olmaqla bütün rəhbərliyinə təşəkkür edirik. Alsu Mall Ticarət Mərkəzində əlbəttə ki, sərfəli qiymətlər, keyfiyyətli mallar, hər çeşidli mallar gəlsəniz, inşallah öz gözlərinizlə görərsiniz və növbəti sponsorumuz bizim verilişimizə dəstək olan və çəkiliş üçün bizə bir gözəl şərait yaradan Kəhrizi kənd ərazisində yerləşən Ay İşığı Ailəvi İstirahət Mərkəzinin rəhbərliyinə, xüsusən də Anar qardaşımıza mən təşəkkür edirəm. Çox sağ ol, var ol deyirəm, siz xidmətlər və ləzzət yeməklərə görə. Gözəl bir ifa yekunda Xarı Bülbül ansamblından işləyək. Fərhad Hüseynoğlu, mən sizdən istəyərdim ki, bir gözəl ifa eşdəm və bütün ansambl hər birində bir daha çox sağ ol deyirik və qonaqlarımıza da təşəkkürümüzü bildiririk. Gecəniz xeyrə qalsın deyirik. Yekunda Xarı Bülbül ansamblının solo ifası ilə verilişimizə yekun vururuq və sizlərlə sağollaşırıq. Tamaşaçılarımıza gələn görüşlərə dək hələlik deyirik. Gecəniz xeyrə qalsın.